Salam değerli Daril ailesi. Bugünkü videoda sizin için qeydiyyatdan necə keçilir onu izah edeceğim. İlk əvvəl bizə atılan o həmən dəvət linkinə daxil oluruq və belə bir pəncərə açılır. Burada növbəti xanasına toxunuruq. Sonra burada qeydiyyatdan keç xanasına toxunuruq və belə bir səhifə açılacaq. Bu bizi dəvət edən şəxsin adı və dəvət kodu qeyd olunur. Bəzən olur ki, siz özünüz Daril Avaz yazaraq saytdan keçirirsiniz və yaxud da ki, bu kod açmırsa əgər, o zaman sizi dəvət edən şəxsə deyirsiniz, sizə öz dəvət kodunu göndərib, bu kodu da siz bura qeyd edəcəksiniz və nömrəni yoxla edərək həmən sponsoru seçəcəksiniz. Düşürük sonra aşağı buradaki xanaları doldururuq. Məsələn, mən qeyd edirəm Aynur. Sonra nömrə olaraq qeyd edirik. Sonra şifrə. Şifrəni də ki qeyd etdikdə həm böyük hərf olmalıdır, həm kiçik hərf, həm də ki rəqəm olmalıdır. Minimum isə 8 hərf və ya rəqəm olmalıdır. Minimum 8 olmalıdır. Gördüyünüz kimi bu cür qeyd etdim. Sonra bura daxil oluruq, toxunuruq daha doğrusu, qeydiyyatdan keçib toxunuruq. Və məndə görürsünüz, burada qeyd edib ki, bu cür istifadəçi artıq qeydiyyatdan keçib. Ona görə bunu dəyişirik. Məsələn, 2 dənə R əlavə elədim. Yeni qeydiyyatdan keçirəm. Artıq uğurla qeydiyyatdan keçdim. Sonra mənə bir link gəlir. Onu göstərəcəm sizə. Qeyd etdiyim nömrəyə. Gördüyünüz kimi darela.az-dan belə bir link gəlir. Həm adımız, həm şifrəmiz qeyd olunur və bu linkə daxil olaraq hesabımızı təsdiqləyirik. Və belə bir səhifə açılır. Hesabı təsdiqləyə toxunuruq. Və salam. Sonra daxil xanasına daxil olaraq şifrə və logini qeyd edib daxil oluruq.